Salam əziz izləyicilərim, kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün kartofdan həm çox ləzzətli, həm asan başa gələn və eyni zamanda görünüşcə də qonaqlarımızı təəccübləndirəcək bir reseptlə qarşınızdayım. Əvvəlcə 250 qram qiymənin üzərinə su əlavə edib qoyuram bişsin. Bir böyük baş soğanı çox xırda olmayacaq şəkildə doğrayıram. Tavaya 2 xörək qaşığı kərə yağı əlavə edib, doğradığım soğanları da bura əlavə edirəm və qovururam. Soğanlar qovrulub bu cür rəngləri dəyişəndən sonra kənarda bişirdiyim qiyməni bu soğanların üzərinə əlavə edirəm və bir yerdə 1-2 dəqiqə qovururam. Videomu bura qədər izləmisinizsə, sizlərdən xahişim budur ki, kanalıma abunə olmağı, bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. İnanın ki, bu mənim üçün vacibli və önəmlidir. Dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Deməli, ətlə soğanı biraz qovurduqdan sonra üzərinə duz, istiot, paprika və sarı kök əlavə edib, bunların dadı ətə çıxana qədər qapağı bağlı şəkildə 1-2 dəqiqədə bişirirəm. Daha sonra üzərinə 1 xörək qaşığı qədər mayonez əlavə edib ocaqdan götürürəm. Təxminən 10-12 ədəd kartofun qabığını soyub, yuyub təmizləmişəm və onların ortasından bu cür videoda gördüyünüz kimi nəzik bıçaq vasitəsilə oyuq açıram. Baxın, bu cür gördüyünüz qaydada bu cür oyuq açıram. Deməli, kartofların hamısının içini bu cür oyduqdan sonra üzərinə biraz duz, qırmızı qara istiot və biraz da sarı kök əlavə edirəm və yaxşı-yaxşı qarışdırıram. Kartofları bu tavada bişirəcəyim üçün qiyməni tavanın bir kənarına yığıram. Və sonra kartofların içini gördüyünüz qaydada qiymə ilə doldururam. İstəsəniz bu yeməyi toyuq əti ilə də hazırlaya bilərsiniz. O cür də çox ləzzətli alınır. Bu cür hazır olduqdan sonra üzərinə biraz da yağ əlavə edirəm. Mən kərə yağından istifadə elədim. Yəni istəsəniz zeytun yağından da, duru yağdan da istifadə eləyə bilərsiniz.
və orta atəşdə o yüz bu yüz qızarana qədər və kartoflar yumşalana qədər qapağı bağlı şəkildə bişirirəm. Hazır olana yaxın üzərinə xırda doğradığım şüyüd əlavə edirəm. Və artıq bişib hazırdır. İnanın çox dadlıdır. Həqiqətən də bir dəfə bişirin. Əminəm ki, çox bəyənəcəksiniz. Siz də hazırlayın, nuş edin. Kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Göz haqqınızı halal edin. Sağ olun, sağlıqla qalın.